Cinsi gücünüzü qaldıracaq 11 maddəni etap deyəcəm, yaxşı qulaq asın. İlk başda ağırlıq və fitness məşqləri, yəni əzələniz o stresi görəcək, əzələniz yorulacaq. Yorulacaq ki, bədəndə testosteron qalsın. Doktor, mən 10 kilometr gəzirəm, 20 kilometr üzürəmdən də olmur. Mütləq dərəcədə bədəndə ağırlıq məşqləri olunacaq, əzələ gərginlik altına girəcək və beləliklə də testosteron qalxacaq. İkincisi, yuxu rejiminiz düzgün olmalıdır. Saat 11-də, 12-də başınızı qoymalı, saat 8-də, 9-da ya da 7-də yuxunuzu yaxşı şəkildə almalısınız. Niyə? Çünki gecə vaxtı biz gözümüz bağlı ikən, yuxudaykən testosteron maksimal səviyyələrə qalxır və gün içərisində bizim testosteron səviyyəmiz maksimal şəkildə olur. Üçüncüsü nədir? Sağlıqlı yağlar, kərə yağı, zeytin yağı istifadə eləməkdir, fast fooddan uzaq olmaqdır. Niyə? Yağın içərisində xolesterol var, testosteron tərkibi nədən ibarətdir? Təbii ki, xolesteroldan. Yəni bədənimizdə xolesterol düzgün şəkildə olmalıdır ki, testosteron da istədiyimiz səviyyələrdə olsun. Dördüncü nə gəlir? Proteinli qidalar. Biz proteinli qidalardan nə qədər çox bəslənsək, o qədər də bədənimizdə əzələ daha yaxşı inkişaf eləyir və əzələ nə qədər yaxşı inkişaf eləsə də testosteronumuz o qədər yuxarıya qalxır. Beşincidə nə var yaxşı? D vitamini. Bütün bəylərə deyirəm ki, D vitamini hər zaman optimal deyil, supraoptimal olmalıdır. Yəni optimalın üstündə olmalıdır. Nə qədər çox günəşlənərsək, nə qədər D vitamini qəbul edərsək, testosteronumuz da o qədər çoxlu şəkildə bədəndən ifraz olunar. Devamı növbəti videoda. Bu videonu da cinsi gücü zəif olduğunu düşündüyünüz dostlarınıza göndərin.